Özünüzü təqdim edin. Özümü millətlərə təqdim edirəm. Sami İsmailoğlu 2 il 5 aydır sürünlə mənim pensiyam kəsənin balası ölsün, tapşırıq verəndə balası ölsün, mən yalvarmayacağam ölənə kimdə. Mənim heç bir dövlət qurumundan problemim, mənim problemim sosial müdafiədir. Mən heç istəmirəm, bu cənab rəislərə də deyirəm, bu müəyyən rəislər var, deyir ki, çıxma, eləmə, lazımdır. Mən təxribat deyil, mən quldur deyirəm. Mən pensiyam istəyirəm, sağlamam qaytar xidmətə. Mən artıq bir şey istəyirəm bunlardan. Bunların başı olsa, bu sosial müdafiənin boş başı olsa, dolu başı olsa başında. Mən pensiyam verir, sağlamam qaytar xidmətə. Mən nəsə istəmirəm o sənin. Yəni bu, bir də bu gəlmişim Milli Məclisin qalanı, bizim bu bədəl buradadır, bizim bu göyçək oğlanımız. Oğul, onu xalq səs verib, amma daha xalqdan xəbəri yoxdur. Mən şəxsən ona səs verməmişəm. Mən nə istəyirəm ki, Allah günlərimdən gülmür. Mən boşu başı dolu olsa, sosial müdafiə nazirinin kolletimi. Mən pensiyam verərəm. Mənim başı boş ki, mən pensiyam. Sağlamam, xidmətə qaytar. Sağlam deyəm, pensiyam verərəm. Mən artıq nə polisdən, nə cənab prezident, heç bir şey istəmirəm, heç bir şey. Mən pensiyam istəyirəm. Lipoy kişi gəlsin mənim yanıma, rəisi gəl, Allah balasına. Mənim polisin heç bir problemi yox. Yenə deyirəm. Heç bir dövlət, qardaş, Lipoy oğlan fikirləşsin ki, bir adam maaşını kəsin, nətər yaşasın bu ailə. Mənə onu desinlər də, mənə cavab versinlər. Mən prezidentə müraciət edirəm, Ali Başkomandan. Xahiş edirəm sənə, bəzi bayramlar istəyirəm sizə. Kömək elə mənə. Kömək elə bu iki uşaqla. Mən əskər böyüdürəm kirələrdə, bu qapıyı döyən olmur. Kimdən asıl mənim qapımı döysə, mən adamla, mən qapıya buraxmaram. Mən verməyəcəm oğul, kim olur olsun. Əminə görsən nə gündəyəm, mənim deyərsin, yaşaşıma baxsana bəyə var. Mən bu gündəyəm, ay kişini olur. Günləri bitən gün, hani bunların balaları, bak yüzünü ötüm deputatın balaları harada? Harada da Avropalar var, kan tutsunlar onlar. Canları çıxıb ölkə gətirsin o pulu. Uşaq pulu versin, qan pulu versin, qazi pulu. Mən nə istəyirəm kişi? Sağlamam, xidmətə qaytar. Sağlam deyəmsə, pensiyam ver. Mən başqa heç bir şey istəmirəm. Burada laf naziri də olsun, general da olsun, rəisi, Allah balası. Qardaş, mənim pensiyam ver. Sağlamam, pensiyam qaytar xidmət. Sağlam deyim, pensiyam ver. İndi mən də deyirəm ki, kömək istəyirəm. Mən bir dənə prezidentə inanıram. And olsun Allaha, Ali Başkomana inanıram. Səsimə səs verir. Mən o kişiyə inanıram, Allah onun canını sağlasın. O çox boy adamdır. Bir gün bunları yığıb hamısı şillələcək, başa düşməli, başa salacaq. Mən haqqımı istəyirəm, pensiyam ver. Sağlamam, pensiyam, xidmətə qaytar. Siz düşünürsünüz ki, burada deputatlar sizinlə ayrıca bir pay verəcək? Mən heç bir şey düşünmürəm. Bunların bizdən xəbəri yoxdur, bizim də bunlardan xəbərimiz yoxdur. Heç bir şey düşünmürəm. Bu Bədəlov Qara evdə bir imza bırandı qalanına mən kirədən. Mən yaşadığım yerdə 10 dənə obyekti var. Şarkı var, molka aparatı var. Hər şey elə deyirəm Bədəl müəllim. O aparat, o gün görürəm şoförü gəlib oradan 3500 sarayında pul aparır. Aydın. Subut deyilə bilər. Elə mənicə bir oradan ayda bir 500 manat alım, heç gəlməyim da burada. 2 uşaqla qalmışam, bayram gəl. Mal ətini unutmuşam, mal almaq. Xəbəriniz var mı sizin? Xəbəriniz var mı? 3 ay bundan qabaq almışam. Mən mal ətini almağı unutmuşam. Bunların balaları Avropada satını yer, zəhər olsun. Yerin yeməyin içinə tüpürüm sizin o balaları yeyirsə. Kişiliğiniz yoxdur. Da bəsdir, nə kişi, nə qədər yaltaq olub. Nə qədər yaltaq isə qorxaq olar. Qorxaq yaltaq isə nə qədər yalvarmalıyım. Qazi ilə üzbəyiz qoy da bu sistemi bu məmura. Mən cənab General Polkovnik Muratov deyirəm ki, onun Allah balası kim etir qoymur. Çək bunlar hamısı şillələr. Çək bunlar şillələr. Mən ona deyirəm. Allah balası sağlasın. Cənab prezident, xahiş edirəm səsimə səs ver. Borçlu bayramı deyirəm. Çox xahiş edirəm. Sən də balı, sən də atasan, mən də bir atayam. Qoyma bizi sındımağa. Allah'tan arzum var ki, kimin cebində uşağı var, qız şatanın qamına sındımasın. Mən bunu arzulayıram. Sağlamam, xidmətə qaytar. Sağlam deyim, başı qoş. Sən o anar balayan da çıxdı 7-də indi maliyyə xidmətində xaraba qoymalı. Sənin balayan, sən gəl canı çıxsın, mənə pensiyan verək. Hara qaçdın sən mənim əlimə? Hara qaçdın hə? Bu qədər qardaş. Heç Zəhmət olsun, bunları keçsin.